Salamlayıram hər kəsi. Mən Söhbət Ağayev bugün sizlərə ESXL platformasında qurulmuş olan PFSense üzərində VLAN yaradıb həmin VLANı SRV 2008 adlı server 2008 əmələ sistemi tətbiq edəcəyik. Buna başlamazdan əvvəl sizə buradakı strukturu aydınlaşdırma çalışacağam. 2 ədəd virtual switchimiz var. Biri vSwitch, biri vSwitch var. Həmin virtual switchlərdən biri eksternal xidmət edir, digəri isə internal tərəfinə baxır. Bunu etməzdən əvvəl PFSense-də VLAN yaradacaq. Həmin VLAN-a uyğun olaraq port qrup ESXL-də yaradılır. Həmin port qrup SRV 2008 sisteminə tətbiq olunacaq. Buyurun baxalım. Gördüyünüz kimi IP götürüb 172.16.15.50 hostname adı olaraq DC, hansı ki burada da gördüyünüz kimi 172.16.15.50. Çox sağ olun vaxtınız üçün. Gələn dərsdə sizə VLANlar arası routing və bəzi protokolların, firewallların açılıb bağlanması, icazəsi və s. belə digər mövzulara toxunacağım.